Salam, bugün biz alt proqramlar, funksiya haqqında danışacağıq. Proqramlaşdırma mühitinin ən üstün hissələrindən biri, ən lazımlı bölməsi funksiyalardır. Ümumiyyətlə, funksiyalar və alt proqramlardır. Nə üçün biz alt proqramlardan istifadə edirik? Hər hansı bir proqramda çox uzun qiymətlər yazmaq, dəyişənlər elan etmək və s. kimi xüsusi uzun-uzadı proqram yazmaq lazım olduqda, alt proqramlar onları qısaltmaq üçün bizə kömək göstərmiş olur. Alt proqramlar özü iki yerə ayrılır. Prosedurlar və funksiyalar. Prosedurlar müəyyən ardıcılığı yerinə yetirilir. Məsələn, upload mühitində biz hər hansı bir qiyməti yazırdıq. Deyək ki, kvadrat yazırdıq və kvadratın müxtəlif bu şəkildə yazırdıq. Sonda isə, yəni proqramın ən sonunda kvadrat alt proqramını elan etmiş olurduq və onun ardıcıllığını yazırdıq. Məsəl üçün, deyək ki, təkrarla 4 dəfə, irəli 50, sağa 90 yazırdıq və bu şəkildə hər dəfə kvadrat açar sözünü yazdıqda bizim üçün bu proqramı, yəni bunu icra etmiş olurdu. Funksiya isə bu şəkildə deyil. Funksiya müəyyən qiyməti hesablayır və həmin qiyməti ona çağıran proqrama qaytarır. Funksiya özü return hissəsi ilə daha çox bəlli edir özünü. Return hissəsi bizə qiyməti qaytaran bir açar sözdür. Ümumiyyətlə, funksiya özü isə def açar sözü ilə yazılır və hər funksiya yazıldıqdan sonra onun adı və ona yəni qaytardığımız formal parametrlər olur. Funksiyanın adında biz boşluq işarəsi qoya bilmərik və burada rəqəmlə başlaya bilməz funksiyamızın adı. Yəni, dəyişənlərdə olduğu kimi məhdudiyyətlər bu funksiyaya da aid edilir. Amma biz burada alt xəttdən istifadə edə bilərik. Burada heç bir məhdudiyyət yoxdur. Funksiyanın yazılış sintaksisi bu şəkildə olur. Deməli, gəlin indi hal-hazırda biz onun nümunələrinə nəzərdən keçirdək. Məsəl üçün, deyək ki, belə bir bizə funksiya verilib, yazılıb. Bunu Python'da yazmağa çalışacağım, daha rahat olsun deyə. Bilirsiniz ki, funksiyaların çoxunun istifadə edərkən biz kompilyator pəncərəsində yazsaq daha rahat olar. Məsəl üçün, deyək ki, def açar sözü ilə bir f funksiyası yaratmışam və buna da x, yəni formal qiymətini mən seçmişəm. Def funksiyasından sonra hər zaman qoşa nöqtə qoyulur. Yəni, necə ki, if-də, for-da, while-da qoşa nöqtə qoyuruq. Burada da eyni qaydada. Və x-imizə qiyməti mənimsətmək üçün x plus 5 yaza bilirik. X bərabərdir x plus 12 yazıram. Ən sadədən ilk öncə başlayır və return x yazıram. Bu zaman mən aşağıya düşəndə avtomatik olaraq kursorum gəlir, deflə eyni hizada dayanır və burada da a bərabərdir yazıram 3. Eyni qaydada k-nın qiymətini f x-dan axtarmasını istəyirəm. Çünki mən artıq k-nı bilmirəm və deyirəm ki, k-ya x yox, a üzr istəyirəm. A ilə müraciət etsin və f-ə müraciət edir. Print k. Burada necə həll olunacaq? Həlli üsuluna baxaq. Məsəl üçün, deyək ki, bizə verilmiş bu funksiyamızı həll etmək üçün biz bu şəkildə gələcəyik ki, f-ə 3 qiymətini verəcəyik və f3 ilə yuxarıya müraciət edəcəyik. Nə üçün yuxarıya? Çünki burada f qiymətinə görə, yəni funksiyasına görə müraciət edirik. Və gələcəyik, f3 qiymətini verəcəyik. Ən sonunda x bərabər yazacaq. X-in üstünə 5-i gələcəm. Yəni, buradakı artıq 3-dür. 3-ün üstünə 5-i gələcəm, 8 eləyəcək.
X bərabər eləyəcək 8-in üstünə də 12-ni gələcəm. Bu zaman da 20. Alınan qiymət return X qiymətinin qiymətidir. Yəni 20 bunun qiymətidir. Və 20-ni də ötürür K-ya və sonda printdə cavabım olacaq 20E. Gəlin yoxlayaq. Və run edirəm. Çalışdırarkən cavab 20 qiymətini almış oldu həqiqətən də. Gəlin daha biraz gəlizləşdirilmişinə baxaq. Məsələn, bu dəfə 2 qiymətlə müraciət edək. X, Y qiyməti ilə müraciət edək. Burada da Y yazaq. Burada da A. B-imizə də verək. 7 qiymətini. Burada da AB ilə müraciət edək. Və yaxud da dəyişək BA olaraq müraciət eləyək. Bu necə olacaq, necə çalışdıracaq? Bunu da sintaksisindən bir nəzər yetirək. Baxaq ki, görək necə olmuş olur. Bunu çalışdırsaq, baxsaq, görərik ki, deməli, B-yə müraciət 7 olaraq gəlib. Yəni, bizim artıq X-imiz 7 olacaq. A-mız isə 3-dür. Deməli, bizim F 7, 3 qiyməti ilə F-ə müraciət etmiş olacaq. Və F-im olacaq 7, 3. Eyni qaydada X bərabər eləyəcək 7-nin üstünə 5-i gələcək, cavab eləyəcək 12. Y də bərabər eləyəcək, artıq bu 12 gələcək. 12 üstə 12 gələcək, eləyəcək 24. Burada biz məsələn əgər X plus Y yazsaq daha yaxşı olar, daha məqsədə uyğun olar. Return hissəsi də olacaq burada. 24-ün üstünə 12-ni gələcək, eləyəcək 36. Və 36-nı ötürəcək K-ya. Bu şəkildə bizdə çapda çıxmalıdır 36. Gəlin baxaq, yoxlayaq. Bura X plus Y yazım yadımızdakən. Və sonda qiymət alınmalıdır 36. Və həqiqətən də qiymətimiz 36 alınmış oldu. Bu funksiyanın əsas hissəsi bu şəkildə göstərilir və biz burada əgər bu şəkildə də yaza bilərik. S bərabərdir X plus Y. Burada lokal və qlobal dəyişənlər var. Onlara da bir nəzər yetirək. Məsələn, deyək ki, biz burada bizdən soruşa bilər ki, lokal və qlobal dəyişənlər neçə ədəddir? Biz burada defin daxilində olan hissələr olur lokal dəyişənlər. Lokal dəyişənlər. Lokal dəyişənlərdə burada sayırıq 1, 2 və 3. 3 lokal dəyişən və 1, 2, 3. 3 ədəddə qlobal dəyişən var. Əgər burada ola bilər ki, bizdə K verilməz, məsələn, burada F müraciət edə bilər B-ni tapmaq üçün. Bu zaman da 2 ola bilər. Məsəl üçün deyirəm, yəni nümunəçi və yaxud da daha çox ola bilər. Yəni, burada eyni deməli oldu. Əgər biz burada S-ni deyil, S-ni yazmasaydıq, X plus Y yazsaydıq, bu zaman 2 dəyişənimiz, yəni 2 lokal dəyişənimiz olmuş olacaqdır. İndi baxaq biraz daha mürəkkəbinə. Məsəl üçün, deyək ki, biraz daha uzadaq. Görək başqa bir funksiyaları necə yazmaq olar. Buna da bir baxaq. Deyək ki, fx, y qalsın. Buraya yazaq 4 plus y və yaxud da vurulma da yaza bilər. Gəlin, burada vurma yazaq. Məsəl üçün, deyək ki, vuruldu. Sonra 3 y bərabər olsun x üstə gəlinsin 8. Aşağı hissədə olsun s bərabərdir x plus y, return s. A-mız olsun, burada da b-ni dəyişib, biraz daha kiçik qiymət verək. Məsəl üçün, deyək ki, kiçik qiymətini vermiş olduq. Burada müraciət olsun f a və burada da yenə də eyni qaydada f olsun B A. Print qiyməti olmuş olsun. Bunu necə edəcəyik? Bunu necə çalışdıracağıq? Bunun üçün biz deməli
Bu şəkildə baxırıq. Def funksiyasında gəlirik aşağı hissədə ilk öncə buna baxırıq. Burada 2 mötərizə olmalıdır, texniki səhvdir. Deməli, burada baxıram ki, F BA-na müraciət etmiş olur yuxarıya. B2 A-da 3 qiymətini almış olur və yuxarıya müraciət edir. İlk öncə mən tapmalıyam Y-in qiymətini. Y-i tapmaq üçün gəlib burada F X, Y-dən yuxarıya müraciət gedir. X-im olur, X bərabər olur 2, Y də bərabər olur 3. Və hesablamış oluram. X bərabər eləyir, 4-ü vururam 3-ə, cavab eləyir 12. Y bərabər eləyir, 12-nin üstünə 8-i gəlirəm, eləyir 20. S də bərabər olur 32. Və ötürür S ilə bura Y-ə. Deməli, mənim burada artıq Y qiymətim olur. Yəni, ikinci funksiyam, bax, bu birinci idi, bu da olur ikinci. İkinci funksiyamda da F, A, yəni X-im olur 100, Y-im də olur 32. Yəni, buradakı 32 gəldi, artıq burada dayanır. Və ikinci dəfə bununla müraciət edirəm. Gəlirəm, X bərabər eləyirəm, 4-ü vururam 32-yə, artıq Y-im 32 olduğuna görə. Cavabım eləyəcək 128, 128, Y-im bərabər eləyəcək 128, üstə 8 gələcək 136. Sonra S də bərabər eləyəcək 136-nın üstünə 128 gələcək. Cavabım etmiş olacaq. Cavabım etmiş olur 264 və 264-ü K-ya artıq ötürə bilirik. Cavab 264 etməlidir. Çalışdıraq, baxaq, yoxlayaq. Pythonda həqiqətənmi 264 edir? Burada bayaqlar dedim, orada düzəltdim, burada düzəltmədim, mötərizəni bağlamamışam. 2 mötərizə olmalıdır bəli. Və çalışdırıram. 264 etmiş oldu həqiqətən də. Deməli, birinə də baxaq və artıq yekunlaşdıraq. Biz funksiyanın yəqin ki, ümid edirəm ki, bu hissiyənə qədər başa düşmüşük. Digər hissədə biz baxaq necə olacaq. Deməli, burada biz X plus, bunu ümumiyyətlə silməyə çalışıram, çünki təkrar ucu başdan yazmaq. Def funksiyasının F-lə müraciət edirəm, X, Y, qoşa nöqtə yaddan çıxartmırıq. Sonra X bərabər yazıram, Y plus 5, Y bərabərdir yazıram, X vurulsun 2, S bərabər olsun, X plus Y, return olsun S. Sonra yeni bir defimiz olsun, 2 def olsun yanaşı. Def yazıram, dxy yazıram bu zaman, dxy yazıram və qoşa nöqtə qoyuram. X-in bərabər olsun f x y, y-in bərabər olsun f y x, s bərabər olsun x üstə gəlinsin y, s bərabər olsun x, y, return olsun. Burada vurma da yaza bilərik. Yine biz daha rahat olsun diye toplama yazıram. Return s yazılsın və artıq keçək x-miza və yaxud da a-mıza qiymət verək. A bərabər olsun 5, B bərabər olsun 3 və yaxud da 4 olsun. Fərq yoxdur, nə yazaq? Biz fərqli belə gələm. 2 yazıram, daha qısa olsun. K-ya müraciət edirəm. K-da müraciət edirəm. D. B A-yla və print K. Print K.
Burada, necə olacaq? Gəlin buna bir diqqət yetirək, fəran etməyək, çalışaq. Deməli, burada bizə ilk öncə, D, B, A-ya müraciət gedir. D, B-A-ya müraciət getdikdə biz artıq nə etməliyik? D-yə müraciət eləməliyik. Gəlirik, baxırıq ki, D burdadır, ikinci funksiyadadır. D'mizin B'miz olur, yəni X-imiz olacaq 2, Y-imiz olacaq 5. Yəni buradan belə çıxır ki, X bərabərdir 2, Y bərabərdir 5 qiymətini almış oldu. Sonra gəlirik, X bərabər edirik. X-ə baxırıq ki, artıq bizdə yeni funksiyaya müraciət gedib. Gəlirəm F, X, Y-lə, yəni 2 və 5 qiyməti ilə yuxarıya müraciət gedir. Və yuxarıya müraciət getdikdə yazıram X bərabərdir 2, Y bərabərdir 5. X-in bərabər olur burada. Y-in üstünə, yəni 5-in üstünə 5 gəlir 10. Y bərabər eləyir, 10-u vurur 2-yə, 20 qiymətini almış olur. S də bərabərdir 30 eləyir. Və return S göndərir bura, göndəriş qiymətində X bərabərdir F2 5 qiymətində, yəni qiymətim olmuş olur 30. Artıq Y-ə gəldikdə mən görürəm ki, Y-də məndə Y, X kimi müraciət gedir. Yəni artıq mənim Y-im neçə idi? Y-im 5 idi. 5 qiyməti, X-im isə 30-dur. Yəni mənim burada Y-im 5, 30 qiyməti ilə yuxarıya müraciət edir. 5-30 qiyməti ilə yuxarıya müraciət etdikdə gəlir yenə də burada yazır X bərabərdir 5, Y bərabərdir 30. Yenə də aşağıda X bərabər eləyir, 30-un üstünə 5 gəlir, eləyir 35. Y-im də edir 35-i 2-yə vurur, edir 70. 70. S də bərabər eləyir 105 qiymətin. Və deməli o da ötürür Y-ə, Y-im də 105 qiyməti olur. Aşağıda da S ilə toplayıram 105 ilə 30-u, cavabım etmiş olur 135 və beləliklə 135 də print K-ya ötürülmüş olur. Gəlin cavaba Pythonda da bir baxaq, görək həqiqətənmi 135 qiymətini almış olur. Bəli. Həqiqətən də cavab 135 olmuş olur. Funksiya anlayışı demək olar ki, bu şəkildə icra olunur. Yəni, biz burada artıq heç bir yəni, qeyri-adi bir şey etmirik. Sadəcə üsul və qaydaların ardıcıllığını bilsək, bizim üçün kifayət edər ki, biz də rekursiv funksiyaları icra edək. Yəni, çünki funksiyalar, rekursiv funksiya demək olar ki, bir-birinə əlaqəlidir. Düzdür, rekursiv funksiya öz-özünə müraciətdir. Funksiyada aşağıdan qiymətləri, yəni faktiki qiymətləri normal qiymətlərlə əvəz edirik. İnşallah ki, gələn dərsimizdə rekursiv funksiyalardan danışarıq. Sağ olun.